Evlisiz? Bəli, nə olub ki? Qaynanavız var? Var. iPhone 17 qarşılığında qaynanavızı qocalar evinə qoymağa razı olardınız. Bunu demədən əvvəl məni takib edirsiniz? Yox. Əgər məni takib eləsəydiniz, məndən düz 500 manat pul qazanasıydınız. Ona görə də hər kəs məni takib eləsin, hər an mən sizin qarşınıza çıxa bilərəm. Qaynanavızı qocalar evinə qoymağa razı olardınız. iPhone 17. Bilmirəm, məncə yoldaşım razı olmaz. Yəni siz olardınız. Mən yəqin ki, hə. Həyat yoldaşınızı yığırsınız, onu razı salmağa çalışırsınız. Qocalar evinə qoysun. Sizin fikrinizsə razı olacaq? Bilmirəm. Bəs siz razısınız da? Mən razıyam. İndi xanım, həyat yoldaşınıza yığa bilərsiniz. Bəli, yığaram. Alo. Alo. Bəli həyatım, eşidirəm. Neynirsən? Yenicə işlərimi bitirdim. Hazırlaşam evə. Səndən danışmaq istəyirdim. Bilmirəm sadəcə necə deyim. Anan haqqında, anam barədə. Maraqlı gəldi. Nə danışacağıq? Bilmirəm necə deyim. Yəni ya ayrı qalmaq istəyirəm, ya da ananı qocalar evinə qoya bilərdin. Sən bilirsən ki, mən anamı çox istəyirəm, səni də çox istəyirəm. Ərazında seçim edən mənəm. Sən fikirləş də, bəlkə razı olarsan. İstəyirsən sən çıx get. Mən anamla ayrı qala bilmərəm. Mən gedim. Sən get, amma anam məni heç yerə yollamayacaq. O da bizdən bir yerdə qalmalı. Mən hara gedim? Yaşlı arvaddır o. Ara yollayım mən o. Yaşlı arvaddır. Anan heç olmasa qocalar evinə gedə bilər. Mən hara gedim? Razı deyilsən, hə? Yox, mən razı deyiləm buna. Yəni ciddi razı oldunuz. Yəni mən sizdən əks bir reaksiya gözləyirdim. Qayıdıb deyəsiniz, onun anası mənim anam. Anladınız nə demək istəyirəm? Sadəcə bu bir sınaq idi. Valideynə hörmət eləmək lazımdır. Valideynlərin dəyərini bilmək lazımdır. Sizə nə vaxtsa qocalacaqsınız. Yəni heç yaraşdırmadım da mən sizə. Yəni sizə sonuncu sözüm o olar ki, valideynlərə hörmət eləyin, valideynlərin qədrini bilin.